İsti havalar üçün sərin ice tea hazırlayırıq. Başlayaq. Belə bir yaşıl çay var və onu bir neçə saat soyuq suda dəmləyəcəyik. Məncə bu qədərdir. Bir neçə saat soyuducuda qalacaq. Sadəcə soyuq suya yaşıl çay əlavə elədim və 24 saat soyuducuda dəmlədim. İlk öncə çayın yarpaqlarını süzək. Ümid eləyirəm olar. Okey. Fikir verməyin, hələ yeniyik, öyrənəcəyik. Nə vaxt öyrənərik, onu hələ heç kim bilmir. İndi içinə əlavələr edəcəm. Bir neçə dilim limon əlavə edəcəm. Bir neçə dilim də portağal əlavə edəcəm. Bir neçə nanə yarpağı da əlavə edirəm. Bir qaşıq da bal əlavə edəcəm. Mən növbət dəfə edəndə buna mixək də əlavə etməyi düşünürəm. Məncə aroması daha yaxşı olar. İndi yaxşıca qarışdıracağıq. Qarışdırırıq ki, içindəki bal həll olunsun. Biraz buz da əlavə edəcəm. Dadına baxaq. Portağalın və yaşıl çayın çox qəşəng aroması var. Dadı çox mükəmməldir. Siz də hazırlayın.